Sabahınız xeyir, necəsiz, yaxşı olasınız. Bu günləri bu uşaq Kengurunun finalına gedir. Normalda getməyəcəkdim. Prosta səhər oyandım. Yəni gördüm ki, oyandım da və eləyə biləcək başqa yaxşı bir şeyim yoxdur. O səbəbdən dedim ki, qoy Kenguruya gedim. Mən normalda fikirləşirdim ki, yatıb qalaram falan. Amma yatıb qalmadım. Dünənləri şey oldu. Elə bilin ki, mənim 8-də hazırlığım var idi. Yatıb qalmışam, 9-un yarısı oyanmışam. Təsəvvür edin, normalda o hazırlığa mən yəni 30 dəqiqə falan hazırlaşıb gücünə gedirəm də. Bu dəfə 30-da oyandım, 33-34 üçün hazır oldum. Saat 41-də hazırlığa çatdım. Yəni 11 dəqiqə mən bütün işlərimi elədim. Yəni qürur duydum özümdən bir anlıq. Bilmirəm, bu Kengurunun finalına gedəcək. Başqa da nələr eləyərik, qram bir fikrim yoxdur. Amma o bilirəm ki, maraqlı bir şey eləyəcək, maraqlı bir video çıxartacağım. O səbəbdən də videonu bəyənməsəz like atmağı, kanala abunə olub zınqırovu açmağı, bir də şəhərlər səsində öz fikrinizi bildirməyi unutmayın. Mən indi yuxudan təzə oyanmışam. Gedim bir dənə əynimi dəyişim, saçımı falan düzəldim. Ondan sonra oturum bir dənə yemək yeyim, görüşərik. Deməli, çıxmışam evdən, gedirəm uşaqla görüşməyə, məktəbin qabağında. O ilə görüşəyə gedəcəyik Pişəvəriyə, imtahanı biz orada verəcəyik də. Şimdi Pişəvərdən də qaydandan sonra çatdırsam məgər fizika hazırlığım var, oraya gedəcəyəm. Çatdırmasam da birbaşa evə gedəcəyəm. Bundan sonra bir də ola bilər bu günləri hava pisləşib eləməsə uşaqlarla görüşək. Voleybol oynamağa. O da ola bilər, bilmirəm hələ. Və mən kimi yatırdım, yəni yatmaq istəyirəm, yuxum gəlir. Amma yolda oturub fizika tapşırıqlarımı da yazmalıyam, o da ayrı bir zülüm. Normalda bir gün tezdən durub yazacaqdım, prosta durmağa xoşum olmaq deyənə. Dedim, qoy yolda yazaram, onsuz da rahat tapşırıqlar da, hamısı kifayət həll oluna biləcək şeylərdir. Həll eləyərik yolda. Bir də mən keçən videoda demişdim, belə video atacağım falan. Ben neyi danışsam eləyəmirəm. Yəni, məsəl üçün, videoda açılsın ki, bunu eləyəcəm, o şey eləyəmirəm. Ancaq bundan sonra sizə heç nə deməyəcəm. Elədiyicə görərsiniz. Elədiyicə deyəcəm, eləmədən qabaq deməyəcəm. Hansı uzunsa nəfsi deyə eləyəmirəm heç nə mən. Mən çatdıq indi Nərmanova gedirik Pişəvəriyə. Fizika tapşırıqlarımı da yarısını yüzdə yazdım, yarısını metroda yazdım. Yəni, yolda da dərs eləmədik deməliydi. Yəni, təhsil hər şeydən öndə gəlir. Heç nə, yəni, mənim təhsilimə mani ola bilməz də. Nəsə, gedik indi Pişəvəriyə. Axır vaxtlar çox bayır-bacıya çıxıram. Olmur belə, mən binəqətdən sonra çox çıxmağa öyrəşməmişəm. Bu nədir, bura aradı görək. Nəsə, girək navigatora, Pişəvəriyin tapaq. İkimiz də yol tamırıq. Azıb eləyəcək yoxsa sonra. Çatdıq Pişəvəriyə. Bu arada mən hazırlığa da böyük ehtimalla çatacağım. Prosta indi yarım saat falan gecikəcəyəm. Çünki yol propka olacaq. Həmişə o cür nə olub, bu gün də o cür olacaq. Bu gün 6-cı gündür deyənə lap belə şey olacaq. Amma yenə də çatdıracağım bir cür özümü. Çünki təzə dərs falan keçəcəyik, qalmayayım dərsdə. Çatdıq məktəbə girmiş içərik. Allah qına imtahan verməyə qram xotum yoxdur. Mən normalda gəlməyəcəkdim. Axır moment deyim ki, gedirəm vəbşə. Heç xotum yoxdur da. Uşaqlar, Pişəvərində tualetinə girdim. Yəni, adamların tualetinin qapısı var. Yəni, açara falan girmirəm, amma açarları da var. Açara qoydum, qapıları var. Bu da dərinliyini göstərmək istəmirəmsə, bu pis eləyən var. Məktəbdə ondan var ya. Cəmaatın şampunu var ya burada. Biz bədbəxt kimi binəqətdə qalmışıq. Qaydalar var. Əlimizi yumağa suyu gücünə tapırıq biz məktəbdə. Bu nə də? Nəsə, imtahanı da bomba kimi gördüm, suları gəlir. Su gəlirmiş, yox, söz deyəcəydim, olmadı. Nəsə, imtahan da normalda əzimizsin, belə fırrandıq, qəşəng idi. Cəmaatın məktəbinin futbol stadionu var ya, gözləyin gedir indi o tərəfə. Skameyka zadı var ya, oturmaqla. Cəmaatın bir dəqiqə, 2 dənə stadiondur. Voleybol meydan çalan... Voleybol bizim də var, ağlayın. Bizimki futbolla voleybol ikisi bir yerdədir. Sodu var da, qaqa. Bizim də futbol meydançamız var. Prosta cəmaatın basketbol, bizim də var, ağlayın. Bizdə də yeri ixlanı heç olmur. Düzdür, bizdə güləş salda var, ağlayın. Burada voleyboldur, cəmaat var, göstərəm, gözləyim bir dəqiqə. Cəmaat istəmirəm ki. Basketboldur. Burada basketbol, voleybol, futbol indi başım bura. Futbol üçün ayrı şey var. Arxada da desən, belə turnik eləmək üçün şeyləri var. Gedik önə gəlsə maslapsa deyim sənin üçün. Bir qaqa video. Biz belə ağzımıza gələn bir yerə gəldik, çıxdıq. Bizi buradan qovlamasalar yaxşıdır. Turnik var burada. Qaqovuz indi görün ağarır su üçün.
soxdan bir şey almaq üçün indi gedirik dükana. Bu arada bilmirəm sizə dedim, axşam böyük ehtimalla bərbərdə getməliyik. Tabii bərbərdə gedəcəyəm. Saçımı bir damcı həm səliqəyə salar, həm də bir damcı qısaldar. Çünki sabahlar vinetkazet düşmüşdü. Sabah da maraqlı bir şey çıxartmağa çalışacağam. Və qrupda uşaqlar sualları müzakirə edirlər. Onlar müzakirə elədikcə mənim get-gedə balım düşür aşağı. Bilmirəm, yəni təsəvvür edin ki, imtahanım 1 saat yarım idi da. İmtahanda bir saat yarımın 10 dəqiqəsini falan mən yatmışam. Çünki gözüm yandı bir anlıq, yəni bir anlıq da gözüm biraz yandı. Mən də nəsə etdim, bu gözümü yumum bir an təzədən yazaram da. Onsuz çünki bir yerə kimi yazıb qurtarmışdım testi. Başıma qoydum, bir 10 dəqiqədə özüm sıfırlandım və təzədən durdum, yəni yazdım testi falan. Bilmirəm də nə olar, nə olmaz. Mən əsas şeydir bu, sertifikat var üstündə sıra nömrəsi yazılan, bu birinci tur keçəndə verilən. Mənə o lazım idi, yəni onu da aldım. Bu. Evə çatdım, yəni prosta hazırlığım qurtarmalı, yəni 1 saat qalıb da bir də hazırlığa getməyim mənasız da. Ona görə yəni birbaşa evə gəldim. Evə gedim, oturum, uzun video, bir də qısa videom var, editləməliyik, onları editləyim. Bir də müəllim dərs izah eləyəndə zəng edəcək, bir də dərs izahına qulaq asacağım. İndi arada bir də olacaq da. Evdən çıxdım, indi gedirəm uşaqlarla görüşməyə. Bu arada bərbərə falan da gedəsi olmadım. Çünki yəni saçım əslində o qədər də pis deyil. Bir dənə prosta kantını düzəltmək lazımdır. Onu da özüm eləyərəm. Bir də mən bu videoyu editləmək deyirdim. Yəni oturdum kompüterin qabağına, videoları editləmək üçün proqramı atdım. Proqramı atan kimi müəllim yığdı. Yəni mən də dərsə qoşuldum, dərsi izah elədi, sonra qurtardı. İndi yəni qurtaranda da əynimi tez bazar dəyişdim, çıxdım evdən ki, yəni gecikməyim çox. Belə böyük ehtimal gecikəcəyəm, yəni çox gecikməyim. Yəni hər yerə gecikirəm axır vaxtdan. Yəni motto ki, ən azından çox gecikməyim. Deməli, mən qalmışam saat 11-ə işləyir, 11 dəqiqə oturub Çempionlar Liqasının finalına baxırdım. İndi sabahları bir net qol idi, mən bir damcı tez yatmalıyam ki, sabahları tez dura bilim. Ondan da əlavə mən bu uzun qısa vloq editləməmişəm, oturub yəni ona editləyib yatacağam. Yəni bu videonu ona görə burada qutaram. Yəni bizə yaxşı baxın, inşallah sabahki videoda görüşənə qədər elədim havuzu. Sağ olun, salamat qalın. Salam, kanalımıza hoş geldiniz. Mən Asim, bugün yeni bir videoyla qarşınızdayım. Bu günləri may ayının 31-idir və bizim ilk Vinetka çəkilişimiz var. Normalda deyirlər ki, yəni 10 sinifsən, yəni niyə Vinetka çəkdirirsiniz indidən falan, ona bir tane sağlayayım. Elə birinci 4 fəsil çəkdirik və gələn il biz yazda imtahan verəcəyik, yayda da axot olmayacaq deyənə yaz yayı çəkdirəməyəcək. O səbəbdən yaz yayı indi 10-cu sinifdə çəkdirik ki, 11-də payız qışı çəkdirək falan filan. Nəsə o başını bırakın da. Bu günlər bizim Vinetka çəkilişimiz var. Yəni indi yuxudan ayılmışam, saat 10-a qalır 5 dəqiqə. Oyandım, getdim bir dənə short video üçün 1-2 dənə səhnə var idi, onları çəkdim. Ondan sonra eşinə eləmədim, yəni girim, indi istəyəm bir dənə çimliyim, sonrasında çıxım. Ondan sonra oturum bir dənə yemək yiyim. Bir də bu arada bunu deyim, artıq mənim hazırlıqlarım demək olar ki, qutardı. Yəni Azərbaycan dili bitirib, İngilis dilini onsuz da getmirdim. Ona dedim ki, İngilis dilinə gələn ildən edəcəyəm. Bir dənə də adam demişdi, bu uşaq Azərbaycan dili, İngilis dili falan niyə işləmir? Çünki İngilis dili normalde işləyirəm, söz bazımı artırıram. İngilis dili hazırlığı gələn ildən gedəcəm. Azərbaycan dili işləyirəm. Prosta onu işləyəndə video falan çəkmirəm. Daha çox riyaziyyat, fizika, informatika falan işləyəndə çəkirəm. Çünki onlar ilə daha belə maraqlı gəlirsən. Aslında Azərbaycan dili də qayda oxu yaz. Başqa nə öyrənsən Azərbaycan dilində. Bizlər amma biraz daha maraqlı gəlirlər. Nəysə, nə deyəcəkdim mən? Həm hazırlıqlar qutarır dedim. Hazırlıqlarımız qutarır. Yəni bir dənə riyaziyyat qalır, fizika qalır, informatika qalır. Riyaziyyat iyunun 15-dən sonra isə biz 4-də və çağıracağıq. İyunun 31-nə kimi qutaraq. Fizika blokdan sonra gəlsəm bizə 3 ilə falan çağıracaq. 11-lər yola salandan sonra həftə 3 ilə falan çağıracaq ki, iyunun 31-nə kimi falan qutaraq. Onda informatikada iyunun 15-20-ci civarı qutaracaq. Yəni bu o deməkdir ki, biz artıq kanal oyun videoları falan çəkəcəyik. İndi bunu belə edə bilərik. İndi görüm həmin nəfələrdə bir səs vermə fason bir şey eləyərəm. Ya videoları çəkərəm, elə bilin ki, videoları çəkəndən sonra editdiyim normal şəkildə paylaşaram, hadi oyun videosu olar və yaxud da bir canlı yayın açarıq, multi-streaming gələk, həm TikTokda, həm YouTube'da. Belə maraqlı bir şey alınır bəlkə. Böyle ehtimalın alınır deməlisiniz, o cürlə bir şey edə prosta stream eləsək, məsəl üçün vaxta bir oyun oynayabilirik. Çünki içində söyüşün bir qəpikdəndir və mən onu açıq bir şəkildə yayınlayamam da. Mesela onlar videosunu çəkəcəm normalde. Last of Us Part 1-də, Part 2-də oyunu paylaşacağım. Prosta orada gələk bir zülüm çəkim və mən sansür edeyim. Söyüşlərin hamısını sansür atmalıyam və bu zülüm bir işdir də. Neyse bunu yayında eləyənlərə məcbur belə ayrı bir video deyim. Amma məsələn yayında God of War oynaya bilərik. Çünki mən bilən onun üçün çox da belə bir söyüş yox idi. Sonrasında
Belə şey oyunlar oynaya bilərik. Fein olsun, sonra Restant olsun, sonra nə bilim, yəni oyunlar oynaya bilərik də. Və ya pik falan var ya, uşaqlarla falan yığılmışarıq, onsuz ancaq bekardılar, belə heç nə eləməyəcəklər. Yəni balaca bir ekip falan qrup eləmiyorlar. Prosta hələ yox. Elə deyim ki, iyunun 15-dən sonra falan. Prosta indi bunu deyim ki, siz şəhərlərdə bir şey edirsiniz. Bunu canlı yayında eləyək, yoxsa video ki, yəni video kimi olsa ki, bunu eləyəcəm. Prosta bəzi oyunları yayında oynamaq olar. Yəni istəsəz bunu da eləyə bilərik. Onu bir dənə deyirsiniz. İndi mən girim bir simin, sonra çıxım, sonra yemək yeyim, sonra video edeyim. Və başqa bir şey eləməyəcəm bu günləri. Bir Netflix-də şey edəcəksən. Bir Venesia parkına, bir də Flarmon'a baxma. Və Netflix-in bilmədiyim şey var, demək ki, qoyayım. Krem bir dənə şalvar, yaşıl bir dənə köynəkdir, bir dənə də karit mi deyil, yəni o da krem sayəsində. Krem bir dənə də ayaqqabı, yəni göstərirəm birazdan. Deməli, hal-hazırda saat 12 işləyir 2 dəqiqə. Mən kameranı açmağımdan bayaqları təqribi olaraq 1 saatdan bir dəm çox keçib. Əgər bayaqları açdığım saat səhv yadımda qalmamışdısa, yəni o vaxtdan mən nə elədim? Sadəcə çimdim və saçımı düzəltdim. Başqa heç bir şey eləməmişəm. İndi gedirəm bir dənə balaca bir yemək hazırlayıb onu yeməyə. Ondan sonra gəlim oturum videoları editləyim. Saat 1-in yarısı üçün böyük ehtimalla Yusiflə falan görüşərəm. 1-ə qalmış üçün də məktəbin qabağında olaram ki, avtobus gəlsin, biz çıxaq gedək. Yəni bu. İndi söndürməyənə kameranı gedim yemək falan düzəltməyə çalışım və saçım necədir bilmirəm. Heç belə içimə oturmadı. Prosta yəni bundan o yana gedmir. Axotum da yoxdur mən oturub saçımla oynamağa. Yəni budur. Üstə necədir bu. Normalda bir həftədir zat sifətimdə səpki, pirişiklər heç nə yoxdur da. Normal düzüm. Səhər oyanmışam, baxın buramda bir dənə sağ olsun belə. Buramda bir dənə düz burada. Buralar ümumiyyətlə səpib niyəsə, bilmirəm. Yəni, iminli bu günü gözləyir. Deyək ki, bir həftədir falan heç nə yoxdur. Bu eyni şey bədbəxtdə də var. Bunun da burasında bir dənə çıxıb, burasında bir dənə çıxıb. Nə bilim. Paltar da bu cürdən bir şeydir də. Yəni, naskı problemdir, Allah'ın dostu. Bəyəndiysə like at. Bilmiyorum, bəyənsəz like, bəyənməsəz like atmağı, kanala abunə olub züngürə basmağı və fikrimizdə şəhərlər qismində bildirməyi unutmayın. Heç nə indi çıxacağım kameranı, gedişimizin də alayacaq, mən də geymişimin də alayacaq. Beni bağlama dostum. Rahat olur. Gözüm açık martılar. Silmem hatırlalarını. Çat atmaksa. Öyle sevmedim anlamazlar. Görünce durumu kanlamarda. Gerçek nedir bir yazsa baştan biraz daha uçar. Bal dudakta ayanaktaymış. Altın göz biraz. Gerçek nedir bir yazsa baştan biraz daha uçar. Dinlettim aynı bıcık şarkılar. Ses etmem söz artık Ne hatırına Yuşi. farkı var. Dön artık üzülecek martılar. Ramal sen yürürsün sen bura. Allah Ramal peşman oldu yemeğine oturmağına. Ramal tek Ramal. Ramal da bize TikTok'ta en çok hediye yapanlardan. Döner pulu buradan çıkartır. Solmasın hiç neşeli yüzün. Caner düşecek geçelim bu aşkın. Renklensin gecelerimiz. Sevmeyi biz beceremedik aşkım. Solmasın hiç neşeli yüzün. Caner şerefinle içelim bu aşkı. Nəsə də Venesia parkına çatmışıq deyəsən Venesia. Bura nədir? Nəsə Flarmoniya bağına çatmışıq onda. Palpa var burada, 60 nəfərlə gəlmişik. Kameraman da deyəsən atdı, qaçdı. Yoxdur kameraman ortalıqda. Mən çəkəcəyəm uzaqbaş şəkillərini bunların. Bilmirəm ya, gəlmişik, fırlanı bəzmişsin. Birinci yerdə mənim şəklimi çəkdilər. Çox paptu zibilyon da adam var burada. Bizim sinifdən başqa nə 2 dənə başqa sinif var. Universitet tələbələri, sonra evlənən kimsə, nə bilim ya. Şəngülüm xanıya dönüb bura. Amma bilmirəm, maraqlı gedir özü üçün. Nəsə, Flarmoniyadan çıxdıq gedirik də, rədd olduq. Qaldı Venesia. Orada gedək, bu Flarmoniya deyəsən bir dənə kollektiv çəkdirdik, 2 nəfərli çəkdirdik falan. Nəsə, Venesia'da görə nə olacaq, Allah'ın olsun, zülüm deyə də ayaqlarım qırıldı. Ya bir dəfə mən bu cür bir şey fikirləşmirdim, çox palpa var. Və nə dəlixana bir şey deyilsin. Aa eləmir sen dur onu. Utanırsa bir də amil kimi, hə? Ay Allah, ay Allah. Şükür Allah, bir Flarmoniya ilə sağollaşırıq da bir dənə sonuncu kollektiv çəkə gedirik Venesia'da. Mesela Flarmoniyadan çıxdıq, paltarı falan dəyişdim, gedirik indi Venesia. Bu da buradadır. Allah'ın olsun ki, barmaqlarımı hiss eləmirəm. Zülüm şeylər. Mənə lazım idi bir nəfə. Çünki oturmuşdum.
Oturmuşdum evdə, bir şey eləyirdim də. Tuvalet tapamışız. Taparıq cavabda. Uf. Özü görüm hansı qəşəng görsənir. Nəsə heç bir qəşəng görsənmirmiş. Ali Cəfər müəllim nə demək istəyirsiniz? Abone olun. Qəşəng. Hər bir dənə reklam yığıram. Da Ramal sən nə demək istəyirsən? Abone olun. O nə zordur məncə Ha. çəkəcəkdir. Qəşəng. Zeynal sən nə demək istəyirsən? Video like atın, yorum yazın, kanala abone olun. Bu üçünü bir də elədi. Ali sən nə demək istəyirsən? Allah sağ olasın. Amin. Cümləmizin inşallah. Nesiyada bir dənə yeri qaldı. Ona da çəkdirək, rədd olduq da binə qədiyə. Yoruldum. Amil nə demək istəyirsən? Utanmırsan, utanırsan, hələ də utanırsan. Zeynal, gəl nə deyirsən? Gəl danış yüzey də, abunə olacaq, reklamdan çıx. Dedə bir söz deyəcəm. Abone olun. Abone olun, Ayda like rədd atın. olun. Sən gəl, sən qəşəng danışsan. Dilin qəşəng söz eləyirsən, gəl. Bugün yığışmışıq məclisə. Çatdıq da firavanlıqdır. Çatdıq məclisin xətrinə. Bu oğlanı like-dan zaddan atın. Qoy inşallah bu da böyüsün. Böyük kanalı olsun. Buna bir Mr. Bizdən zaddan olsun. Biz də deyək ki, bizim bir dənə seyf yoldaşımız var. 10 milyon takipçisi var. Danış. Bayaqdan şəkil çəkdirmək istəyir, xaricdə gəlir. Deyir, yəni ingiliscə başa düşmürlər. Xarici adam varsa buna baxan, bir də ingiliscə deyim. Please don't interrupt our photoshoot. Oh. How are you today? Bro, come on man. Saxir əvvəl qutardı birinci çəkiliş, yəni yazı yola verdik. İndi bundan sonra inşallah yay falan olacaq. Həmin günlər də çəkərəm, yəni azından çəkməyə çalışaram. Bu videoda inansız, yəni qram bilmədim necə oldu. Prosta yəni paptuda haçan kamera aça bildimsə açdım, çəkdim. İndi heç nədə gedirik avtobusa ki, qaydaq Bayinəqədiyə. Bayinəqədi, yəni bu cür. Cüzar, başımı çək cüzar. Ha, ora. Ayreyle oynuyor. Hüseyin adam kim oynuyor? Çəkin ha. Nə bilmirəm. Attım makine. Qayıtdım. Bir dənə qarə, bir dənə mən doğrasın. Abunə ol. Like atın mı? Bu boyda xərcə gibi bir şey sizə görür. Ooo! Bırak yala! Mırt düşüş. Oynamıram hemen, getdim. Bakını fərq eləmir, nə oldu? Ay ay ay, no ves, no ves. El domingo es pincela. Metro, metro. Gözümden ama kalbimi sekiyor. Gözümden ama kalbimi gözümü çekiyor. Hayır.
İçerisinden Şampiyonlar Ligi, Karışlar, Kırlangıçlar. Benim kalbim çok var acılar. Aslanlar, basırsınlar. Benim kalbim var. Babanıza yazınlar. Tak 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 kapıda kim var? Şu anda bizim varayım. Bunu unutup ben çekiyorum aldım. Gün gidiyorsun gözümden. Ama kalbimi çekiyor. Gözümden. Ama kalbimi çekiyor. Gözümden. Ama kalbimi çekiyor. Gülümde sen, basit bir kulumda sen. Sözümde sen, ömrüm. Atamam aşkım, çünkü ben eminim. Nəsə ondan.